İnsan namazda xuşusunu əldə etmək üçün mütləq çalışmalıdır. Mütləq. Və sələflərdən birisi buyurur ki, mən namazda 20 il xuşunu axtardım, namazda xuşunu axtardım 20 il və daha 20 il sonra onu tapdım. Daha 20 il sonra onu tapdım, əldə etdim. Yəni 40 il. Alimlər buyururlar ki, əgər bir insan namazda xuşusunu axtarıbsa, bunu əldə etməyə çalışıbsa, buna səy göstəribsə və 40 il sonra buna çatıbsa, səy göstərməyən, çalışmayan kimsə nə vaxt çatar? Əlbəttə ki, heç vaxt. Əlbəttə ki, heç vaxt buna çatmaz. Ona görə insan namazda xuşunu əldə etmək üçün çalışmalıdır. Səy göstərməlidir ki, Allahın yardımı gəlsin. Bəli. Və İbn Teymiyyə rəhməhullah nə dedi? Çox gözəl sözdür. Allahın yardımı gəlmirsə, deməli Allah Teala qulunu islah etmək istəmir. Allah Teala qulunu islah etmir. İslah olmursa, deməli yardım kəsilib. İllərdir insan namazda xuşunu əldə edə bilmirsə, ibadətindən ləzzət ala bilmirsə, namazından ləzzət ala bilmirsə, Quran-ı Kərimindən ləzzət ala bilmirsə, imanın şirinliyini dada bilmirsə, deməli nədir? Yardım kəsilib.